Sabiq icra başçısı İradə Gülməmmədovanın rəhbərliyi dövründə geniş vüsət alan, hətta baş memarın həbsi ilə nəticələnən özbaşınalıqlar Abşeronda indi də davam etməkdədir. Abidin Fərzəliyevin icra başçısı gəldiyi gündən etibarən indiyədək Abşeron rayonunda özbaşına tikililər yaxud xəlvəti inşa işləri görülməsi, harda gəldi xatik şəkildə tikinti aparılması faktları artmaqdadır. Abşeron rayonunun Xırdalan şəhərində işbazlar 12 günlük bayram tətilini fürsət bilərək daha bir qanunsuz tikinti işi aparıblar. Tətil günlərində yaşayış binasının tam qarşısında böyük bir obyektin tikintisinə başlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bütün bu baş verənləri görməzdən gəlir. İşlər daha da diqqət çəkməsin və narazılıq yaratmasın deyə axşam saatlarında havanın qaranlıq olduğu vaxtlarda aparılır.